Bismillahirrahmanirrahim. Nəsrun minallahi və fəthun qarib. Dünya buna şahidlik eləyir ki, Fələstin ümmətinin, Fələstin məzlum cəmaatının ən böyük müdafiəçisi, ən böyük hamisi şiələrdir. Hər bir yerdə baxsanız şiələrdir ki, Fələstin cəmaatını müdafiə eləyir, Fələstin cəmaatından himayət eləyir və zülmün qarşısında diz çökmür. Əzizlər, Şiənin əqidəsi 14 məsumun əqidəsindən alınır. Şiənin əqidəsi Həzrəti Əmir əl-Möminin Əli əleyhissalamın əqidəsidir. Hər bir yerdəki məzlumun sədası səssiz gəlirdi. Həzrət Əli əleyhissalam o yerdə olurdu, hazır olurdu. Şiənin əqidəsi o əqidədir. Həmən əqidədir ki, Həzrət Əli əleyhissalamın əqidəsi idi. Hal-hazırda şiələrdir ki, himayət eləyir o məzlumlardan. Baxın, əzizlər, sual yaranır burada ki, nə üçün İslam ümmətinin arasında təkcə şiələrdir ki, Sehyunist, Yahudilərin, Sehyunist, Məsihlərin vilayətini qəbul etmir. Siz hal-hazırda baxın Ərəbistanın Səudiyyəyə. Üzdə İslam, zahirdə müsəlman, amma batində münafiq sifətlik. Zahirdə məhkum eləyir, amma batində yardım eləyir. Əzizlər, neçə dəlili vardır ki, şiələrin əqidəsi, yəni budur ki, zülmün qarşısında diz çökməməyə görə, Yahudiyyətin, Məsihiyyətin vilayətini qəbul etməməyə görə neçə dəlillər vardır. Mən 4 dəlilini sizlərə sayıram. Birincisi, Qur'an-ı Kərim. Qur'an-ı Kərim əmr eləyir ki, zülmün qarşısında dayanın, zülmün müqabilində dayanın. O həddəcən dayanın ki, digər ayəsi Allah təbarəkə və Taala'nın digər kəlamı mühəqqəq olsun. Yəni, ca'əl haqq və zəhəqəl batil, innəl batilə kənə zahuqa. O qədər zülmün qarşısında dayanın ki, haqq gəlsin və batil getsin. Niyə batil getməlidir? Çünki Allah buyurur, innəl batilə kənə zahuqa. Batil getməlidir. Batilin zatı budur ki, gərək gedə. Adil olan yerdə gərək zalim getsin. Əgər bir adil varsa zalim getmir, adil deyil o adam. Adil deyil o hökumətdə, adil deyil o şəxsiyyət. Ədalət olan yerdə zülmət getməlidir. Allah olan yerdə şeytan məhv olmalıdır. Şeytan getməlidir. İlahi qüvvələr olan yerdə şeytani qüvvələr getməlidir. Əzizlər, Qur'anın hər bir ayəsi ki, zülm barədə danışır, onlara baxsanız, görürsünüz ki, peyğəmbərlər, yəni bütün peyğəmbərlər, bütün övliyalar ki, Allah təbarəkə və Taala göndəribdir, hamısı zülmün əleyhinə gəliblər. Hamısı zülmün əleyhinə qalxıblar. Zülqərneyndən tutdu, Həzrəti Musadan tutdu, Həzrəti Davuddan, Həzrəti Süleymandan tutdu, Talutdan tutdu, Həzrəti Peyğəmbərimizdən tutdu. Bütün peyğəmbərlər, bütün övliyalar zülmün əleyhinə gəliblər və zülmün əleyhinə qiyam eləyiblər. Ona görə də şiələrin əqidəsi budur ki, zülmün əleyhinə çıxsınlar. Ona görə də şiələr Vəhabilərin, Sələfilərin əksinə, Ərəbistanı Səudiyyənin əksinə Yahudiyyətin vilayətini qəbul etmir. Şiələr, bax, Qur'ani dəlillərə görə zülmün əleyhinə çıxırlar. İkinci dəlil Həzrəti Peyğəmbərimizdir. Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və səlləm zülmün qarşısında dayandı. Peyğəmbərimizin belə bir metodu, belə bir məbnası yox idi ki, zülmün əleyhinə çıxmasın və zülmün qarşısında diz çöksün. Əgər Peyğəmbərimiz sülh edirdisə, onun sülhü İslam dininə, İslam ümmətinə izzət gətirirdi. Nə zillət. Baxın, bunların, bu vəhabilərin ağlına baxın. Bunların təfəkküratına, əqidəsinə baxın. Əlbəttə ki, Yahudiyyət yaratmış firqə bu əqidədə olacaq. Deyirlər ki, Fələstin milləti, Fələstin ümməti üçün azdılar. Az olduqlarına görə gərək onlarla sülh etsinlər. Sülh nəyin qiymətinə? Zillətin qiymətinə, Yahudiyyətin vilayətinin altına keçmək qiymətinə. Baxın bu vəhabilərin ağlına. Şiə deyir ki, İslam ümməti bir olmalıdır. Qur'an-ı Kərim özü çağırır ki, "Və'təsimu bihablillah cəmiyyən və la təfərrəqu. İnnəməl mu'minun ixvatun fəəslihu beynə əxavaykum." Allah Taala vəhdətə çağırır. Bu isə, bu vəhabilər isə özlərini İslam ümmətindən uzaq tuturlar. Əgər sən iddia eləyirsən 1 milyard 200 milyon sünnidir, bəs haqqdır əgər, nə üçün müsəlmanları müdafiə eləmir? Nə üçün o Fələstin müsəlmanların müdafiə eləmir? Niyə? Əgər bu 1 milyard 200 milyon sənin o dediyin sünni, əgər düzgün müsəlman olsa, çıxarlar, hərəsi bir ovuc su atsa, sel aparar oranı. Sel aparar o kafirləri. Əl boyda daş atsalar 1 milyard yarım müsəlman, orada daşın altında qalar olar. O kafirlər, o yəhudilər. Nə üçün bunu etmirsiniz bəs? Nə üçün özünüzü gen çəkirsiniz, uzaq tutursunuz o müsəlmanlardan? Niyə? Əgər şiənin bu əqidəsi 1 milyard müsəlmanın arasında icra olsa, 1 milyard müsəlmanın əqidəsi şiənin əqidəsi kimi ola. And içirəm Allahın izzətinə ki, kafirlərin cürəti olmaz, çəp baxsın müsəlmanlara. Müsəlmanlara əyri baxmağa cürətləri olmaz. Məyər kafirlərin cürəti ola bilər ki, İslam torpaqlarını işğal etsinlər. İslam torpaqlarına, İslam namusuna, müsəlman namusuna təcavüz etsinlər. Bəyən belə bir şeylər ola bilərmi? Xeyr, ola bilməz. Üçüncü dəlil budur ki, əzizlər,
Biz 14 məsuma tabiyik. Bizim 12 imamımızın hər birinin öz zamanında müxtəlif məxsus özlərinə görə, məxsus o zamana, o məkana görə stratejikləri olubdur düşmənin qarşısında. Və biz bundan öyrənirik ki, biz nə zaman, hansı məkanda, hansı məsləhətlərə görə biz gərək bu kafirlərlə, yəhudilərlə düşmənin qarşısında nə cür əməl edək, onlardan öyrənirik. Məsələn, İmam Həsən əleyhissalam. İmam Həsən əleyhissalam bir neçə müddət döyüşdü, bir neçə müddət isə sülh etdi. Nə zaman sülh etdi? O zaman ki, yar və yavər tapa bilmədi. Amma İmam Hüseyn əleyhissalamın zamanı, məkanı, o yeri ki, orada gərək icab eləyirdi ki, gərək döyüşülə, gərək canın, malın, qanın verə, onda döyüşdü və iqyam elədi o vaxt. Biz də İmam Hüseyn əleyhissalama təbəyyət eləyirik. İmam Hüseyn əleyhissalamı özümüzə imam seçmişik, rəhbər seçmişik, ta ki İmam Hüseyn əleyhissalam kimi zillətə boyun əyməyək. Həzrət İmam Hüseyn əleyhissalam buyurdu ki, heyhat minnə zillə. Zillət bizdən uzaqdır. Zillət bizdən uzaqdır. Yezidə mən baş əymərəm, boyun əymərəm Yezidə. Yezid kimi fasiqdən, facirdən mən təbəyyət etmərəm. Nə üçün İslam ümməti, İslam dünyası gərək fəhşatçılığa gedə? Nə üçün əxlaqsızlığa gedə? Nə üçün Qur'an-ı Kərim ki, əmrlər eləyibdi, o əmrlərə boyun əyməsin və cəhənnəm yolunu tutsun? İmam Hüseyn əleyhissalam buna görə Yezidin əleyhinə qiyam elədi. Və biz də İmam Hüseyn əleyhissalama tabi olaraq indi Yahudiyyətin vilayətini qəbul etmirik. Vəhabiçilikin, sələfiçilikin dediyi əqidəni qəbul etmirik. Biz İmam Hüseyn əleyhissalama tabiyik. Bunu bütün müsəlmanlar bilməlidir ki, Allah təbarəkə və təalanın kəlamı, Qur'an-ı Kərim, o baş, bu baş, hamısı bu Bəni İsrailin əleyhinədir. Bəni İsraillə düşmənçiliyi əmr eləyir. Bəni İsraillə mübarizəyə dəvət eləyir. Bəni İsrail bir sübh arasına, yəni azan vaxtlarından gün çıxana qədər onlarla Peyğəmbərin başını vurdu. Allah təbarəkə və təala buna görə deyir ki, bu yəhudilər üsyankardır. İsra surəsində buyurur ki, yer üzündə bunlar 2 dəfə fəsad törədəcəklər. 2 dəfə fəsad törədəcək bu qövm. Bunun qarşısını gərək almalıyıq. Gərəkdir ki, biz bunların qarşısını alaq. Çünki əgər qarşısını almasaq, bunlar bizi məhv edəcəklər. Bunlar İslam dinini məhv etmək istəyirlər. Bunlar İslamın əqidəsini aradan aparmaq istəyir və şeytani qüvvələri dünyaya çökürtmək istəyirlər. Ona görə də biz qalxmalıyıq. Biz ayağa qalxmalıyıq. Əzizlər, 4-cü dəlili ki, Şiə boyun əymir Yəhudi vilayətinə tarixə görədir. Tarix bizə sübut eləyibdir ki, bunlar heç bir sözünə, heç bir vədələrinə əməl etməyiblər. Baxın, nümunəsi Libiya ölkəsidir. Libiyada görün Qəzzafinin başına nə oyun açdılar. Libiya ölkəsinin başına nə oyun açdılar. Sözüm yoxdur Qəzzafi necə bir adam idi. Onunla işim yoxdur. Onun nə cür şəxsiyyəti var idi, nə əxlaqda idi. Sözüm Qəzzafinin fikirlərində idi, nə fikirdə idi və o fikrinə görə Libiya ölkəsini oyun açdılar başına. Yəhudilər, Məsihlər və Qəzzafinin başına nə oyun açdılar. Qəzzafi deyirdi ki, mən Yəhudiləri qəbul etmirəm. Nə üçün? Buna görə ki, onların nüvə istehsalatları vardı. Nüvə silahları vardı və o silahlar mənə təhdiddir. İslam dünyasına təhdiddir. İslam ümmətinə təhdiddir. Ona görə də mən bunu qəbul etmirəm və müqabilində gərək mənim də silahlarım ola, nüvə silahlarım ola, istehsalatım ola. Hər bir zəminədə, hər bir sahədə. Ona görə də onun başını o oyunu açdılar. Bu dəlillərə görə biz gərək kafirlərə fürsət verməyək ki, bizlərə müsəllət olsunlar. Bizim başımızın üstün kəssinlər. Biz hər bir yerdə, sosial şəbəkələrdə gərək onlardan qabaq orada huzurumuz ola. Gərək onları biz məyus eləyək. Nəinki onları bizi məyus eləyək. Əqidə cəhətindən gərək onlardır ki, bizim qabağımızda diz çöksünlər. Nəinki biz onların qarşısında hər bir cəhətdən mübarizə meydanından, cəbhə meydanında gərək bizim huzurumuz olsun və onlardan çox olsun huzurumuz. Əzizlər, bizim axırımız, bizim ölümümüz şəhadətdir. Onların ölümü isə zəlalətdir, cəhənnəmdir. Buna görə də bizim imanımız gərək güclü olsun. Bizim Allahımız var da, Allahımız yeganə Allahdır və onun tayı, onun cismi yoxdur. Bizim Allahımız onların Allahı ilə fərqlidir. Onların Allahı cismidir. Onların Allahı nəcadpərəstidir. Onlar deyir, biz seçilmiş bəndələrik. Bütün dünyanın insanları, bəşəriyyətin hamısı xəlq olunmuş bir mövcuddur. Onlar bizə nökərdilər deyirlər. Buna görə də biz onların qarşısında dayanmalıyıq. Biz eynən peyğəmbərlərimiz kimi, eynən imamlarımız kimi gərək zülmün əleyhinə qalxaq və zülm bizim qabağımızda gərək diz çöksün. Nəinki biz zülmün qabağında diz çökək.